Hallo zusammen, herzlich willkommen auf unserem Kanal. Heute lernen wir Hauptsätze verbinden. Am Ende des Videos gibt es auch eine kleine Aufgabe für euch. Los geht's. Salamlar herkese. Kanalımıza hoş gelmişsiniz. Bugün hauptsätze verbinden mövzusunu öyrənəcəyik. Yəni əsas cümlələri necə birləşdiririk ona baxacağıq. Videonun sonunda sizler için küçük bir tapşırık da olacak. Hazırsınız? Öyleyse başlayak. İlk önce Hauptsatz nedir ona bakak. Hauptsatz yani esas cümledir. Bu cümle tek başına məna verir ve ayrıca istifade olunabilir. Misal olarak Ich lerne Deutsch. Ich wohne in Wien. Er arbeitet heute. Gördüğünüz kimi bu cümlelerin her biri tek başına tam məna verir. Buna göre de bunlara Hauptsatz deyilir. İndi isə bu cümlələri necə birləşdiririk ona baxaq. İki Hauptsatzı birləşdirmək üçün bağlayıcılardan istifadə edirik. Alman dilində bunlara Konjunktionen deyilir. En çok istifadə olunan bağlayıcılar bunlardır. Und, aber, oder, den, deshalb, weil. İlk bağlayıcımız und sözüdür. Und, Azərbaycan dilində və deməkdir. İki məlumatı veya iki cümləni birləşdirir. Söz sırası burada değişmir. Sadə nümunələrə baxaq. Ich lerne Deutsch und ich arbeite in Wien. Er trinkt Kaffee und er liest die Zeitung. Wir gehen spazieren und wir hören Musik. Subjekt aynı oldukta ise ikinci defa ich, er, wir söylemeye veya yazmaya bilərik. Numune olarak ich lerne Deutsch und arbeite in Wien. Er isst Pizza und trinkt Cola. Wir gehen ins Kino und sehen einen Film. Gündelik danışık nümunələri isə bu cürdür. Ich kaufe Brot und Milch. Sie kocht und hört Musik. Ich komme nach Hause und mache Hausaufgaben. Vaxt harcılığı olduqda isə təbii danışıqda bu cür istifadə olunur. Ich stehe auf und frühstücke. Ich lerne Deutsch und gehe dann spazieren. Er kommt nach Hause und macht seine Hausaufgaben. Kısaca onu deyim ki und əlavə informasiya verir və burada söz sırası değişmir. İndi isə aba bağlayıcısına baxaq. Aba Azərbaycan dilində amma, ancaq, lakin deməkdir. İki cümlə arasında ziddiyyət bildirmək üçün istifadə olunur. Birinci cümlədə biz fikir deyirik. İkinci cümlədə isə əks və ya fərqli fikir deməliyik. Misal olarak Ich bin müde. Ich arbeite. Gəlin biz bu iki cümləni aba bağlayıcısı ilə birləşdirək. Ich bin müde, aber ich arbeite. Burada mən yorğunam, amma işləyirəm deyirik. Yəni iki fikir arasında ziddiyyət var. Buna görə də aba istifadə edirik. Aba istifadə edərkən söz sırası değişmir. Fiil yenə də ikinci yerdə qalır. Gündəlik danışıq nümunələrinə baxaq. Ich bin zu Hause, aber ich gehe nicht spazieren. Ich will ins Kino gehen, aber ich habe keine Zeit. Das Wetter ist schön, aber ich muss arbeiten. Ich habe ein Handy, aber ich benutze es selten. Ich habe Geld, aber ich spare es. Ich bin glücklich, aber ich bin auch ein bisschen nervös. Belə ki, und əlavə informasiya verir. Aba isə ziddiyyət göstərir. İndi isə o da bağlayıcısına baxaq. O da və ya deməkdir. Seçim bildirmək üçün istifadə olunur. Nümunəyə baxaq.
Wir gehen ins Kino. Wir bleiben zu Hause. Bu iki cümlədə seçim var. Buna görə də o da istifadə edirik. Wir gehen ins Kino oder wir bleiben zu Hause. Burada da söz sırası değişmir. O da istifadə etdikdə feil yenə də ikinci yerdə qalır. Sual cümlələrinə baxaq. Trinkst du Kaffee oder Tee? Lernst du heute oder morgen? Fahren wir mit dem Bus oder mit dem Zug? Oder bağlayıcısı həm cümlələri birləşdirə bilir, həm də iki seçim arasında istifadə olunur. Növbəti nümunələrə baxaq. Ich koche heute oder wir bestellen Pizza. Er kommt heute oder er kommt morgen. Ich mache Hausaufgaben oder lerne Vokabeln. Sie arbeitet im Büro oder von zu Hause. Und, aber, oder. Bu üç bağlayıcıda söz sırası değişmir. Feil hər zaman ikinci yerdə gəlir. İndi isə den bağlayıcısına baxaq. Den çünki deməkdir. Yəni səbəb bildirmək üçün istifadə olunur. Ich lerne Deutsch. Mən Alman dili öyrənirəm. Ich lebe in Österreich. Mən Avstriyada yaşayıram. Burada ikinci cümlə birinci cümlənin səbəbini izah edir. Yəni niyə Alman dili öyrəndiyini deyir. Buna görə də den istifadə edirik. Ich lerne Deutsch. Den ich lebe in Österreich. Mən Alman dili öyrənirəm, çünki Avstriyada yaşayıram. Onu da qeyd edim ki, den istifadə etdikdə söz sırası değişmir. Belə ki, feil yenə də ikinci yerdə qalır. Başqa nümunələrə baxaq. Er bleibt zu Hause, denn er ist krank. Sie geht früh schlafen, denn sie ist müde. Ich kann nicht kommen, denn ich habe keine Zeit. Ich trinke Wasser, denn ich habe Durst. Sie übt viel, denn die Prüfung ist schwer. Ich nehme einen Schirm, denn es regnet. Ich mache das Fenster zu, denn es ist kalt. While bağlayıcısı da den bağlayıcısı kimi çünki deməkdir. Səbəb bildirmək üçün istifadə olunur. Biraz əvvəl denlə işlətdiyimiz cümləyə baxaq. Ich lerne Deutsch. Ich lebe in Österreich. Yenə də ikinci cümlə səbəbi izah edir. Niyə Alman dili öyrəndiyimizi göstərir. Nümunəyə baxaq. Ich lerne Deutsch, weil ich in Österreich lebe. Burada birinci hissə Hauptsatzdır. Ich lerne Deutsch. İkinci hissə isə Nebensatz. Weil ich in Österreich lebe. While istifadə etdikdə feil cümlənin sonuna gedir. Bir neçə nümunəyə baxaq. Ich bleibe zu Hause, weil ich krank bin. Er lernt viel, weil die Prüfung schwer ist. Wir nehmen einen Schirm, weil es regnet. Hauptsatzda feil ikinci yerdə dayanır. Amma while ilə gələn Nebensatzda feil hər zaman sona gedir. İndi isə den və while arasındakı fərqə baxaq. Belə ki, bu iki bağlayıcı çox qarışdırılır. Hər ikisi Azərbaycan dilində çünki deməkdir. Ancaq qrammatikaları fərqlidir. Den istifadə etdikdə iki Hauptsatz birləşir. Yəni, birinci cümlə və ikinci cümlə Hauptsatzdır. Nümunə olaraq, Ich lerne Deutsch, denn ich lebe in Österreich. İndi isə gəlin birlikdə baxaq. Birinci Hauptsatzımız Ich lerne Deutsch. İkinci isə Ich lebe in Österreich.
Gördüğünüz kimi her iki cümle tek başına məna verir. Buna göre bunlar Hauptsatz'tır. En vacib qayda ise budur ki, deyin istifade ettikdə söz sırası değişmir. Fiil yenə də ikinci yerde qalır. Deshalb bağlayıcısına baxaq. Deshalb Azərbaycan dilində buna görə deməkdir. İlk öncə nümunəyə baxaq. Ich bin krank. Ich bleibe zu Hause. Burada birinci cümlə səbəbdir. İkinci cümlə isə nəticə. Yəni xəstəyəm və buna görə də evdə qalıram. Bu iki cümləni deshalb bağlayıcısı ilə birləşdirək. Ich bin krank. Deshalb bleibe ich zu Hause. Deshalb istifade ettikdə gördüyünüz kimi söz sırası değişir. Belə ki, fiil dərhal deshalbdan sonra gəlir. Yəni fiil ikinci yerdə olur. Növbəti nümunələrimiz belədir. Es regnet. Deshalb nehmen wir einen Schirm. Ich habe keine Zeit. Deshalb komme ich später. Er ist müde. Deshalb geht er früh schlafen. Wir haben Hunger. Deshalb kochen wir etwas. Weil ilə deshalb'i müqayisə edək. Ich bleibe zu Hause, weil ich krank bin. Ich bin krank, deshalb bleibe ich zu Hause. Belə ki, weil səbəbi izah edir. Deshalb isə nəticəni göstərir. Deshalbdan sonra dərhal fiil gəlir. While da isə fiil cümlənin sonuna gedir. Qısa xülasə etsək, while çünki deməkdir. Burada fiil sonda gəlir. Deyin də çünki deməkdir. Burada normal söz sırası vardır. Deshalb buna görə deməkdir və sonra fiil gəlir. Beləliklə artıq əsas qaydaları öyrəndik və öyrəndiklərimizə dair indi isə gəlin kiçik bir tapşırıq edək. Birinci sualımız belədir. Maria hat heute viel Arbeit. ... Kann sie nicht mit uns kommen? Variantlara baxaq. Variant A. Aber. Variant B. Den. Variant C. Deshalb. Variant D. Oder. Düzgün cevap variant C. Deshalb. Burada iki cümle var. Birinci cümle səbəbi göstərir. Maria'nın çox işi var. İkinci cümle ise nəticəni. O bizimle gələ bilmir. Nəticəni bildiğimiz zaman deshalb istifade edirik. Deshalb geldiği için söz sırası değişir. Burada kann derhal deshalbdan sonra gelir. Maria hat heute viel Arbeit. Deshalb kann sie nicht mit uns kommen. İkinci sualımızla devam edek. Paul kauft Brot, ... Käse im Supermarkt. Variantlar. Variant A. Und. Variant B. Weil. Variant C. Aber. Variant D. Deshalb. Doğru cevap Variant A. Und. Paul kauft Brot und Käse im Supermarkt. Burada Paul iki farklı yiyecek alır. Brot ve Käse. Buna göre de und istifade edirik. Und iki sözü, iki cümləni veya iki informasiyanı birleştirir. Bir neçə varianta baxaq. While olmaz. Niye? Paul kauft Brot, weil Käse im Supermarkt. Bu cümle məna vermir. Çünkü while səbəb bildirmək üçün istifadə olunur. Aber olmaz. Çünkü aber ziddiyyət bildirir. Ancaq burada ziddiyyət yoxdur. Deshalb da olmaz. Çünkü deshalb nəticə bildirir. Növbəti sualımızla devam edək. Möchtest du heute lernen? ... Morgen. Variantlara baxaq.
Variant A, den. Variant B, oder. Variant C, aber. Variant D, weil. Doğru cevap Variant B, oder. Möchtest du heute lernen oder morgen? Burada iki seçim var. Heute, morgen. Yani bugün yoksa sabah sualı veririk. Seçim olduğu için o da istifade edirik. O da Azerbaycan dilinde veya demektir. Möchtest du heute lernen oder morgen? Bugün okumak istəyirsən yoksa sabah? Burada den ve while sebep bildirir. Aber ise ziddiyet. Dördüncü sualımız belədir. Sarah bleibt zu Hause. Punkt, Punkt. Sie krank ist. Variant A. Und. Variant B. Deshalb. Variant C. Weil. Variant D. Aber. Variant C. Weil. Sarah bleibt zu Hause, weil sie krank ist. Bu cümlədə bir səbəb var. Sara niyə evdə qalır? Çünki xəstədir. Yəni burada Sarah bleibt zu Hause əsas fikirdir. Səbəb isə sie krank ist. Buna görə while istifadə edirik. Burada əsas bilməli olduğumuz while istifadə etdikdə feil cümlənin sonuna gedir. Digər variantlara baxaq. Und əlavə informasiya verir. Deshalb nəticə bildirir. Eyni zamanda deshalbdan sonra feil dərhal gəlir. Aber isə ziddiyyət bildirir. Səbəb bildiririksə while istifadə edirik. While'dan sonra isə feil hər zaman sona gedir. Sonuncu sualımız belədir. Der Film ist interessant. Punkt, Punkt, sehr lang. Variantlara baxaq. Variant A, oder. Variant B, den. Variant C, weil. Variant D, aber. Doğru cevap Variant D, aber. Der Film ist interessant, aber sehr lang. Veya bu cürdə deyə bilərik. Der Film ist interessant, weil er ist sehr lang. Burada iki fərqli fikir var. Birinci hissədə film maraqlıdır deyirik. İkinci hissədə isə başqa bir fikir gəlir. Film çox uzundur. Bu iki fikir arasında ziddiyyət hiss olunur. Bunun üçün də aba istifadə edirik. Aba istifadə etdikdə söz sırası dəyişmir. Feil normal yerində qalır. O da seçim bildirir. Den, while səbəb bildirir. Ziddiyyət varsa aber istifadə edirik. Der Film ist interessant, aber sehr lang. Film maraqlıdır, amma çox uzundur. Beləliklə bugünkü dərsimizin də sonuna gəldik. Videonun sonuna qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Ümid edirəm Hauptsätze verbinden mövzusu artıq sizin üçün daha aydın oldu. Videonu bəyəndinizsə like etməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti dərsimizdə isə Nebensätze mövzusunu öyrənəcəyik. Yenidən görüşənədək. Tschüss, bis bald.